Salam əziz tərbiyəçi müəllimlər. Bugünkü mövzumuz uşaqlarda yaşına görə təfəkkürün inkişaf xüsusiyyətləri olacaq. Təfəkkür insanın qarşısına qoyduğu məsələnin həllinə kömək edən psixi prosesdir. Təfəkkürün nəticəsi sözlərdə ifadə olunan fikirdir. Yəni bu o deməkdir ki, bir insanın təfəkkürü nə qədər çox inkişaf eləsə, eyni zamanda nitqi də inkişaf edəcək. Yəni təfəkkür bir növ insanın nitqi ilə sıx əlaqədədir. Ona görə də biz kiçik yaşlardan uşaqların təfəkkürünü inkişaf etdirmək üçün müxtəlif oyunlardan, müxtəlif fəaliyyətlərdən istifadə etməliyik. Təfəkkürün 3 növ vardır. Bunlar əyani əməli təfəkkür, əyani obrazlı təfəkkür və məntiqi təfəkkürdür. Əyani əməli təfəkkür dedikdə nə başa düşülür? Eyni zamanda yəni bu təfəkkürə praktik təfəkkür də deyirlər. Burada uşaqlar əşyalarla manipulyasiya edərək yəni nə isə öyrənməyə çalışırlar. Tutalım ki, yəni uşaqlar hər hansı bir topu əlinə götürür, ona baxır, onu diyirlədir, deşiklərə yəni itələyir, yəni hər hansı bir deşik olsun, onu ora atmaq istəyir və yaxud da hər hansı bir oyuncaqda onu qırır, sökür, içərisi ilə maraqlanmaq istəyir. İlk səbəb-nəticə əlaqəsini yəni qurmaq istəyir ki, bunun içərisində nə var, yəni bu nə üçündür, maşının tutalım ki, təkəri hansı hissədə yerləşir. Artıq yəni bəzən bəlkə də siz müşahidə etmisiniz, uşaqlar kiçik yaşlarında oyuncaqları sökmək istəyirlər, qırmaq istəyirlər. Bu, yəni onların yaramazlığından irəli gəlmir. Sadəcə onlar kəşf etmə dönəmində olurlar. Maraqlı gəlir ki, görəsən oyuncağın içərisində nə var. Həmin bu dövrdə biz əyani əməli təfəkkür dövrü deyə bilərik ki, burada əşyalarla manipulyasiya edərək uşaqlar həyatı qavramağa çalışırlar. Və yaxud da uşaqlara top təqdim edilə bilər. Təbii ki, bu şəkillərdə, yəni test formasında, bu formada qarşınıza çıxa bilər ki, tutalım, top verilib, uşaq ayağı ilə düşünür ki, onu mən bərk vursam daha uzağa gedəcək və yaxud da yavaş vursam yaxına gedəcək. Yəni artıq burada neyinir? Səbəb-nəticə əlaqəsini qurmağa çalışır. Daha sonra var əyani obrazlı təfəkkür. Əyani obrazlı təfəkkür 3-4 yaşda nitqi inkişafı ilə olaraq formalaşır. Bu düşüncə növünün inkişafına xüsusilə rəsm və konstruktor oyuncaqları ilə oynamaq kimi fəaliyyətlər təsir göstərir. Ümumiyyətlə mən onu deyərdim ki, yəni daha yaxşı qavraya biləsiniz deyə təsviri fəaliyyət məşğələsində olan yapmadır, quraşdırmadır, aplikasiyadır, rəsmdir, bunlara aid nə nümunə görsəz, nə cümlə görsəz, düşünmədən əyani obrazlı təfəkkür götürə bilərsiniz. Çünki burada məqsəd uşağın obraz yaratmasıdır, təfəkkürünü işə salaraq hər hansı bir şeyi düzəltməsidir. Tutalım ki, konstruktordan nə isə düzəldir, ev düzəldir, maşın düzəldir, qaraj düzəldir. Neynir? Uşaq həm burada yaradıcılığını işə salır, eyni zamanda uşağın nitqi inkişaf edir. Yəni bir də belə bir şey soruşula bilər sizdən ki, o hansı təfəkkür növüdür ki, nitqin inkişafı ilə əlaqədardır. Ən çox nitqin ilə əlaqəli olan əyani obrazlı təfəkkürdür və 3-4 yaşı əhatə edir. Deməli, əyani əməli təfəkkür 3 yaşa qədərdir, əyani obrazlı təfəkkür isə 3-4 yaşı əhatə edir. Daha sonra var məntiqi təfəkkür. Məntiqi təfəkkür məktəbə qədər uşaqlarda obrazlı təfəkkür əsasında formalaşmağa başlayır və bir qədər mürəkkəb anlayışdır. 5-7 yaşda uşaq bəzi abstrakt anlayışlar, məsələn, həqiqətdir, zamandır, səbəb-nəticə əlaqələridir, daha sonra sistemləşdirmək, qruplaşdırmaq, yəni hər biri məntiqi təfəkkürə aid olunur. Məntiqi təfəkkürdə uşaqların əqli nəticə çıxarmasıdır, səbəb-nəticə əlaqəsinin gətirilməsidir. Artıq bu dövrdə tam olaraq formalaşmağa başlayır. Burada baxaq məntiqi təfəkkürə nələr aiddir. Müqayisəni biz yəni testlərdə daha rahat tapa bilirik, amma təbii ki, mənasında tam olaraq başa düşməliyik. Müqayisə əşya və hadisələrin oxşar və fərqli əlamətlərinin təyin edilməsinə yönələn məntiqi üsuldur. Bu nə deməkdir? Məsəl üçün, uşaqlar
uşaqlara fərqli oyuncaqlar təqdim olunub. Bu oyuncaqların içərisində eyni olanları tapır, fərqli olanları tapır, quruluşuna görə, formasına və yaxud da rənginə görə fərqləri tapır və yan-yana qoyur, müqayisə edir. Bu oyuncaq da ola bilər, meyvələr də ola bilər. Tutalım ki, acı meyvələr, şirin meyvələr, turş meyvələr, yəni bunları da bir-biri ilə müqayisə edə bilər. Daha sonra analiz. Analiz müəyyən əlamətə görə obyektin qrupdan seçilməsi və qrupun hər hansı bir obyektinin xassələrinin təyin edilməsi deməkdir. Bu nə deməkdir? Analizi mən həmişə belə bir misal gətirərək müəllimlərə başa salmaq istəyirəm ki, daha yaxşı yadlarında saxlasınlar. Məsəl üçün, bir meyvə qabı düşünün. O meyvə qabının içərisində verilib limon, alma, çiyələk, banan. Uşaq artıq burada bilir ki, limon turşdur, alma şirindir, banan şirindir və yaxud da tərəvəzlərdən də verilə bilər. Artıq tərəvəzlərə deyək ki, kökdür, turpdur, acı bibərdir. Yəni bilir ki, məsəl üçün, acı bibər acıdır, ondan biraz böyük olan şirindir. Daha sonra turpdur, acıdır. Yəni bu formada uşaqlar həmin o tərəvəzlərin dadına baxaraq onu analiz edə bilər. Daha sonra sintezdir. Sintez müxtəlif elementlərin, xassələrin vahid tam şəklində birləşməsi deməkdir. Əslində analizdən sintez eyni mənaya gəlir. Yəni sizi burada analizdən sintez çaşdıra bilər, amma onu deyim ki, yəni bunu testlərə salmazlar ki, analizdən sintezin fərqi nədir? Sadəcə burada qaydasına görə bir fərq var. Sintez birləşmə deməkdir, analiz isə müəyyən əlamətə görə obyektin qrupdan seçilməsidir. Məsəl üçün, sintezə belə bir nümunə gətirə bilərik ki, tutalım ki, meyvələr çoxluğu verilib, o meyvələr içərisində bananları bir qutuya qoymalıyıq, almaları bir qutuya qoymalıyıq, armudları bir qutuya, yəni bu formada artıq biz hər birini birləşdiririk. Daha sonra seriasiya. Seriasiya verilmiş əlamətə görə nizamlanmış artan və azalan sıraların qurulmasıdır. Bu nə deməkdir? Məsəl üçün, düşünün piramida oyuncağı. Piramida oyuncağını, yəni siz yəqin ki, yəni hər birimiz piramida oyuncağı necə olur bilirik. Piramidada ilk öncə böyük, yəni böyük yumru piramidalar qoyulur. Daha sonra isə o yuxarı çıxdıqca balacalaşır. Buna yəni seriasiya deyilir. Artıq burada nə olur? Sıra pozulmamış olur. Əgər burada sıra pozulsa, məsəl üçün, ilk öncə uşaq orada böyüyü keçirib, daha sonra isə daha balacanı keçirsə, burada seriasiya pozulmuş olur. Və yaxud da matruşkaları misal çəkmək olar. Matruşkalarda baxın, biz onları düzərkən böyükdən balacaya düzürük. Balıq qulaqları olsun, lentlər, çöplər, yəni bunların hər birini seriasiya nümunə gətirə bilərik. Sonra var təsnifat və sinifləşdirmə. Təsnifat və sinifləşdirmə əsas əlamətlərə görə siniflərə ayrılmadır. Bu əlamət sinifləşmənin əsası adlanır. Məsəl üçün, bura misal çəkə bilərik. Dördüncüsü artıqdır, əşyaları düz, çoxluğu ayır və adlandır kimi oyunlardan istifadə etmək olar. Dördüncüsü artıqdır. Gəlin, yəni buna uyğun bir misal da çəkək ki, daha yaxşı yadımızda qalsın. Dördüncüsü artıqdır. Tutalım ki, 3 dənə meyvə verilib. O 3 dənə meyvənin yanında bir dənə limon verilib. Uşaq gələcək o limonu götürəcək. Deyəcək ki, bura şirin meyvələrin yeridir. Turş meyvələrin yeri başqadır. Artıq götürəcək limonu, limon olan yəni bir qaba qoyacaq. Bu formada artıq dördüncü meyvənin orada artıq olduğunu başa düşəcək. Daha sonra əşyaları düz. Əşyaları sıra ilə düzür. Sonra çoxluğu ayırır və adlandırır. Tutalım ki, göy topları bir yerə qoyur. Artıq adlanır ki, bu göy toplardır və yaxud da balıq qulaqlarını bir qırağa yığır.
adlandırır ki, bu balıq qulaqlarının yeridir, bu topların yeridir, bu gəlinciklərin yeridir. Yəni bu formada çoxluğu ayırır, həm də adlandırır. Sistemləşdirmək qanuna uyğunluqların tapılması, sistemə salmaq, obyektləri müəyyən qaydaya salmaq, onlar arasında müəyyən ardıcıllıq yaratmaq deməkdir. Məsəl üçün burada səhvi tap, sıranı davam et, muncuqları yığ, əvvəl və sonra oyunlarından istifadə etmək olar. Ümumiləşdirmək isə müqayisə prosesinin nəticələrinin sözlü formada ifadə edilməsi deməkdir. Yəni ümumiləşdirmədə artıq bir sözlə adlandırılır. Məsəl üçün, yəni çoxluq görür uşaq, həmin o çoxluq sadəcə mavi oyuncaqlardan ibarətdir. Məsəl üçün deyir ki, bunların hər biri mavi oyuncaqlardır və yaxud da sarı oyuncaqlar. Bunlar hamısı gəlinciklərdir. Yəni müxtəlif gəlinciklər verilib. Həmin o çoxluğa deyir ki, bunlar hamısı gəlincikdir. Daha sonra məsəl üçün deyə bilər, bunlar hamısı meyvədir, bunlar hamısı heyvandır. Yəni bu formada artıq ümumi olaraq bir sözdən adlandırır. Daha sonra var burada əqli nəticə çıxarmaq. Əqli nəticə çıxarmaqda səbəb nəticə əlaqələrinə görə bir neçə mülahizədən yeganə nəticənin çıxarılmasından ibarət olan əqli üsuldur. Yəni bura misal çəkək. Məsəl üçün bir rəf verilib, o rəfdə müxtəlif gəlinciklər verilib. Həmin o gəlinciklərin içərisindən uşaq bir gəlinciyi seçir və deyir ki, mənim bu gəlincikdən xoşum gəlir. Artıq biz bir tərbiyəçi müəllim olaraq başlayırıq uşağın əqlini inkişaf etdirməyə, idrakını inkişaf etdirməyə başlayırıq suallar verməyə. Deyirik ki, sən bu gəlinciyi seçdin. Nəyə görə bu gəlinliyi seçdin? Uşaq da cavab verir. Təbii ki, hər bir uşaq fərqli cavablar verə bilər. Məsəl üçün, uşaq belə cavab verə bilər ki, bu gəlincik mənim çox xoşuma gəldi, çox gözəl görünür. Gəlinliyin üzərində güllər var, qolunda qolbaq var, qulağında sırğa var və yaxud da ayaqqabısı çox xoşuma gəldi. Ayaqqabısı qırmızı rəngdədir. Yəni bu formada artıq neynir? Uşaq həm nitqini inkişaf etdirir, eyni zamanda uşağın əqli yetərincə inkişaf edir. Yəni burada biz bir neçə inkişaf sahəsini inkişaf etdirmiş oluruq. Məsəl üçün burada həm uşağın yaradıcılığını inkişaf etdirmiş oluruq. Tutalım artıq burada uşaq həmin o gəlinciyin gözəl olduğunu anlayır, fərqləndirmə bacarığı olur, rəngləri eyni zamanda qavrayır, eyni zamanda dediyim kimi nitqi inkişaf edir. Yəni hər tərəfli olaraq uşaqları biz burada inkişaf etdirmiş oluruq. Analogiya isə iki obyekt arasında eyniliyə əsaslanan mühakimədir. Bu nə deməkdir? Məsəl üçün, Səid maşın oyuncağını alıb, mən də maşın oyuncağı alacam. Aytac qaçır, mən də qaçım. Və yaxud da Ayşən qırmızı paltar geyinib, mən də qırmızı paltar geyinəcəm. Bu artıq eyniliyə əsaslandığı üçün analogiya adlanır. Abstraktlaşma nə deməkdir? Qeyri-müəyyən mücərrəd düşünmədir. Məsəl üçün, mənim bir bağçada uşağım var idi, o belə deyirdi. Müəllimə, yəni əvvəllər deyirdi, alça ilə nə dedi? Alça bir də vişnə dedi. Alça ilə vişnə var idi. Bəs indi niyə yoxdur? Məsəl üçün burada artıq neynir? Uşaq sanki biraz daha fərqli düşünür də digər uşaqlara nisbətən, yəni daha fərqli düşünür ki, neçə vaxtı məsəl üçün alça yeyirdi, indi yemir. Başa düşür ki, artıq qış aylarında həmin meyvələr olmur, o meyvələr yay aylarında olur. Və yaxud da məsəl üçün uşaq gəlir deyir ki, nəyə görə qışda gecələr belə uzanır, gündüz qısalır, gecələr uzanır və yaxud da ədalətli olmaq necə bir şeydir? Bir insan necə vicdanlı ola bilər? Yəni artıq bu formada müəllimlər olsun və yaxud da evdə analarına olsun, uşaqlar sual verib öyrənməyə çalışırlar və biz də təbii ki, düzgün məlumatı onlara çatdıra bilməyi bacarmalıyıq. Daha sonra nəyə bənzəyir? Nəyə bənzəyir? Məsəl üçün, uşaqlara boya ilə hər hansı bir şəkli çəkmələrini təklif edə bilərik ki, daha sonra uşaqlardan soruşuruq. Yəni, sən bu ləkələri və yaxud da bu çəkdiyin izləri nəyə oxşadırsan? Uşaq, məsəl üçün, biri deyəcək maşına oxşadıram, biri deyəcək gəlincik, biri deyəcək ata oxşadıram. Yəni, bu formada artıq uşaqlar fərqli şəkildə bir çox şeyə oxşada bilir. Sonra
Dördüncüsü artıqdır, bayaq izah etdiyim kimi. Yəni bunu tək meyvələr üzərindən deyil, təbii ki, oyuncaqlar üzərindən də nümunə çəkə bilərik. Tutalım ki, 3 dənə top verilib, biri sarıdır. Artıq gəlir deyir ki, 3 dənə daha doğrusu mavi top verilib, bir dənəsi sarıdır. Uşaq gəlir o sarı topu yerləşdirir başqa bir qutuya, yəni sarı olan qutuya. Deyir ki, yox, burada 3 dənəsi var, bu dördüncüsü artıqdır. Sonra var sıraya davam et. Sıraya davam et isə yəni həmin bu rənglərin sıra ilə davam edilməsidir. Tutalım ki, uşaqlara rəngli kağızlardan dairələr düzməyi tapşırırıq. Həmin bu dairələrin sıralaması da belə olmalıdır. Mavi, qırmızı, yaşıl. Daha sonra yenə mavi, qırmızı, yaşıl. Artıq uşaq bu formada sıraya davam edə bilsə, deməli ki, artıq həmin o sıranı qoruyub saxlaya bilir. İzahımız bu qədərdir müəllimlər. Ümid edirəm ki, izah sizlər üçün faydalı oldu. Kanala abunə olub, yorum yazmağı unutmayın və bu kanalı çox xahiş edirəm bir-birinizlə paylaşın ki, digər tərbiyəçi müəllimlər də görüb faydalana bilsinlər. Çox sağ olun.